أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على أشرف خلقه محمد وعلى أهل بيته الطيبين الطاهرين، واللعن الدائم على أعدائهم أعداء الله أجمعين من الأولين والآخرين إلى قيام يوم الدين وبعد. Bugün önemli bir mevzu etrafında söhbət açacağıq. Həmin mövzu budur ki, fəlsəfə ilə məşğul olmaq, fəlsəfə oxumaq İslam tərəfindən qadağan edilib ya qadağan edilməyib. Çünki bəzi alimlər tarix boyu fəlsəfə oxuyanları, fəlsəfə ilə məşğul olanları təkfir ediblər, onları ən azı fasıq biliblər və fəlsəfə oxumağı və fəlsəfə tədris etməyi də haram və qadağan biliblər. Təbii ki, onların bu hökmlərində və fətvalarında istinad etdiyi dəlillər ki, hədislərdə bu məna qeyd olunub. Biz istəyirik bugün bu hədisləri araşdıraq. Görək bu hədislər bu hökmü çıxartmaqda kifayət edir, yetərlidir, yoxsa yetərli deyil. Yəni, həmin alimlər ki, İslam fəlsəfəsini, ümumiyyətlə fəlsəfə ilə məşğul olmağı qadağan ediblər və bu yöndə həmin hədislərə istinad ediblər. Bu hədislər özlüyündə bu nəticəni verməyə yetərlidir, yoxsa yetərli deyil. Əlbəttə, bizim bu bəhsi, bu mövzunu açmaqda əsas hədəfimiz budur ki, bacardığımız qədər bu lənətləmənin qarşısını alaq. Çünki həm tarixdə olub, həm də günümüzdə geniş fürsət alıb ki, məzhəb daxili alimlər bir-birlərini lənətləyirlər fikirlərinə görə, düşüncələrinə görə. Təbii ki, bu xoşagəlməz hadisədir, mənfi hadisədir. Və biz deyirik, bu mövzuda, bu məzmunu, bu mövzunu araşdıraq görək həqiqətən bu hədislər filosofları, fəlsəfə ilə məşğul olanları lənətləməyə, onları təkfir etməyə, onları fasıq bilməyə kifayət edir, yoxsa etmir. Əgər etmirsə, bu yoldan, bu işdən çəkinək, bu işdən uzaq duraq, bacardığımız qədər bu kimi mənfi hallardan çəkinək, axirətimiz üçün, qiyamət üçün ehtiyat eləyək. Çünki lənət bildiyiniz kimi asıl məsələ deyil. Əgər bir insan haqqı olmayan şəxsə lənət göndərər, hədislərdə var ki, o lənət özünə qayıdar. Ona görə bu kimi məsələlərdə gərək insan diqqətli olsun, dəqiq olsun. Çünki qarşıda mümin, Allahın bəndəsi, özü də mümin bəndəsini, özü də alim mümin bəndəsini lənətləmə varsa, gərək bu məsələləri dəqiq araşdırsın. Nəinki hər o yandan, bu yandan eşitdiyi sözə görə hökm versin. Necə ki, çox təəssüflü halda ki, bugün biz bunları görürük. Oxumayan, elmi olmayan, savadı olmayan, bir-iki kitab üzündən oxuyan bəziləri oradan-buradan sözləri eşidirlər və başlayırlar təkfir etməyə. İnsanlar yaxşı işi sürətlə görmək əvəzi pis işi sürətlə görürlər və ona daha çox meyl göstərirlər. Bizim əsas hədəfimiz budur. Çünki biri soruşa bilər, bu bəhs açmaqda hədəf nədir? Faydası nədir? Faydası budur. Biz istəyirik bu mövzunu araşdıraq. Əgər həqiqətən bu hədislər fəlsəfəni qadağan etməyə, filosofları təkfir etməyə kifayət etmirsə və buna dəlalətdə naqisdirsə, o zaman gələ bu işdən çəkinək və ehtiyat ilə və uzaq duraq. Bəhsə keçməmişdən qabaq mən istəyirəm bir müqəddiməni qeyd edim. O müqəddimə budur ki, biz ki bu iki hədisi araşdıracaq, bizim bu bəhsi araşdırmaqda üslub və metodumuz nədən ibarətdir? Çünki bildiyiniz kimi adətən hədislər araşdırılanda hədislərin sənədinə nəzər olunur, sənədi araşdırırlar. Çünki bildiyiniz kimi hədis gələndə sənədlərində bir neçə ravi olar, rivayət edən olar. Hədis alimi, araşdırmacı da o hədisi araşdıran zaman o ravinin hallarına baxır ki, bu adam doğru danışandır, yoxsa yalancıdır. Hifzi yaddaşı yerindədir, yerində deyil. Ədalətlidir, ədalətli deyil. Məzhəbi və sair bu kimi işlər. Əgər görsə ki, bu hallar müsbətdir, o zaman hədisin sənədi səhihdir və o hədis qəbul olunur. Əgər görsə ki, xeyr, bu ravinin halları mənfidir, o zaman hədis tərk olunur. Lakin biz bugün bu hədisi sırf bu üslubda araşdırmayacaq. Çünki bəziləri iddia edirlər ki, hədis sənədi qopuqdur, munqatidir, mürsəldir. Bəziləri deyirlər ki, xeyr, hədisin sənədi səhihdir. Biz lap fərz edirik ki, hədisin sənədi səhihdir. Fərz edirik ki, lap hədisin sənədi səhihdir. Bizim hədisin sənədi ilə işimiz yoxdur. Bizim hədisinin əsasən məzmunu
və mühtəvası ilə işimiz var ki, hədis məzmunu bu mənaya dəlalət edir ya etmir. Çünki əgər hədisin məzmunu və mühtəvası bu mənaya dəlalət etmirsə, o zaman hədisin səhih olması dərdə dəyməz. Kim deyir bunu? Özümüzdən iddia edirik, cavabı ki, xeyr. Mən sizə bir dənə nümunə qeyd edib. Müasir alimlərimizdən həm böyük fəqih, həm böyük mütəkəllim Ayətullah Zəfər Subhaninin bir kitabı var. Kitabın adı Əl-Hadisun Nəbəvi Beynər-Rivayəti və Dirayə. Hədis sahəsində yazılmış bir kitabdır, həm də gözəl bir araşdırmadır. Ayətullah Subhani əvvəllərdə təxminən 45-50-ci səhifələr arasında hədis araşdırılmasının yöntəmlərini bizlərə qeyd edir. Buyurur ki, bəzi alimlər hədis araşdırarkən yalnız və yalnız diqqətlərini hara cəm ediblər? Hədisin sənədinə. Lakin buyurur ki, bu mənfi haldır. Ona görə buyurur ki, وَالَّذِي عَاقَهُمْ عَنِ الْوُصُولِ إِلَى تِلْكَ الْغَايَةِ الْمَنْشُودَ أَمْرًا. Buyurur ki, həmin alimləri istənilən əsas hədəfə çatmağına mane olan iki dənə amil var ki, biz birinci amili, bizə lazım olan o birinci amili burada qeyd edirik. Birinci amil, əl-əvvəl ennəhum, onlar iqtasaru fi məqam təmhiz alə dirasətil əsanid. Həmin alimlər hədisi araşdırarkən yalnız və yalnız hədisin sənədlərinə diqqət ediblər, hədisin sənədlərinə nəzər ediblər və hədisin məzmunu yaddan çıxıb. Sonra buyurur ki, ennəhum iqtasaru alə münaqaşətil əsanid, onlar yalnız hədisin sənədini araşdırıblar və ləm yəhtəmmu bi münaqaşətil madamin, lakin məzmunu unudublar, məzmunu araşdırmayıblar və tatbiqihə aləl davabit əl-qat'iyyə, və o məzmunu həmin o qəti hökmlər, qaydalar var ki, onun əsasında tətbiq edib nəticəni, düzgün nəticəni ələ gətirməyiblər. Əlləti lə mənası li muslimi minəl əxdi bihə, ki, hər bir müsəlman, hər bir araşdırmacı gərək o qaydaları neynəsin, o qəti qaydaları qəbul eləsin. İstər araşdırması olsun, istər alim olsun, istər qeyri-alim olsun, fərqi yoxdur. Çünki bunlar ümumi hökmlərdir ki, hər bir ağıl sahibi bu hökmləri qəbul edir. Sonra buyurur ki, وَلَوْ أَنَّهُمْ فَلَوْ أَنَّهُمْ سَلَكُوا ذَلِكَ الطَّرِيقِ, əgər onlar bu yolu seçsəydilər və hədisin araşdırılmasında bu üslubu tətbiq etsəydilər, yəni hədisin sənədindən savayı məzmununu da yaxşı araşdırsaydılar, mundamman ilə tariqil axar, yəni sənədlə yanaşı, لَنَالُوا تِلْكَ الْغَايَةَ الْمَنْشُودَ, o zaman o əsas hədəfə, istənilən hədəfə çata bilərdilər. Bu, gördüyünüz kimi Ayətullah Subhani burada yalnız və yalnız sənədə nəzər edib məzmunu tərk etməyi tənqid edir. Buyurur ki, bu istənilən hədəfə çatmaqda bəyənilən və istənilən yol deyil və düzgün bir üslub və yöntəm deyil. Yaxşı, Cənab Ayətullah, sizin yolunuz nədir? Buyurur ki, mənhəcuna fi təmhisiz sünnə. Bizim yolumuz budur ki, lakinnə hunəkə mənhəcən ilmiyyən axar. Əvvəldə bir neçə müqəddiməni qeyd etdikdən sonra buyurur ki, lakin orada, yəni bu hədisin araşdırılmasında başqa bir yol var, başqa bir üslub var ki, elmidir. Qalləl iltifatu iləyhi min qibəli nuqadil hədis. Hədis araşdırmaçıları və tənqid edənləri bu yola az diqqət ediblər, az diqqət olunub bu yola. Ayətullahın özü də etiraf edir ki, bu yola az diqqət olunub və bu yoldan az istifadə olunub və bu mənfi bir haldır. Yaxşı, bu yol nədir? Sizin təklif etdiyiniz bu yol nədir? O az iltifat olunan, az diqqət olunan o yol nədir? Buyurur ki, وَهُوَ عِبَارَةٌ عَنْ عَرْضِ الْحَدِيثِ عَلَى الْكِتَابِ أَوَّلًا. Bu yol budur ki, birinci hədis Qur'ana ərz olunmalı və Qur'ana təqdim olunmalıdır. Çünki siz əgər imamlarda gələn hədisləri nəzər etsəz, imamlar nə buyurur? Bizim hədislərimizi Qur'ana təqdim edin və Qur'ana müxalif bizdən hədis qəbul etməyin. Hansı hədisdə gəlib ki, hədislərin sənədlərini yoxlayın? Adətən hədislər imamların tapşırığında Qur'ana təqdim olunması əmr olunubdur. Ona görə buyurur ki, birinci Qur'ana təqdim olunmalıdır. وَالسُنَّةِ الْمُتَوَاتِرَ أَوْ الْمُسْتَفِيضَةِ الَّتِي تَلَقَّاهَا الْأَعْلَامُ وَجَبَاهِدَةُ الْحَدِيثِ بِالْقَبُولِ ثَانِيًا. İkinci, mütəvatir və məşhur, müstəfiz hədislərə təqdim olunmalıdır.
ki, görəsən bu hədis ki, biz bunu araşdırırıq, mütəvatir hədisə uyğundur, müstəfiz hədisə uyğundur ki, müstəfiz hədis bildiyiniz kimi mütəvatir həddinə çatmayıb, lakin ahad həddindən, hətta məşhur həddindən, məşhur həddində müstəfiz hədis budur ki, təvatür həddinə çatmayıbdır, təvatürdən biraz aşağı həddədir. Mütəvatir hədisə və müstəfiz hədisə təqdim olunsun bu iki. Vəl-aqlil hasif əlləzi bihi arafna Allah subhanahu və ənbiyəəhu və xulafəəhu səlithən. Üçüncü, ağla təqdim olunmalıdır hədis. Hədisi araşdıran zaman biz ağla təqdim etməliyik ki, əlbəttə ağıl deyəndə örfü ağılda nəzər tutulmur burada. Ağıl səlim, salim əql nəzər tutulur ki, ümumən hər kəs bu ortaq müştərəkdir bu ağılda. Yəni, ümumi hökmlər ki, bütün ağıllı insanlar bu hökmləri qəbul edirlər. Ağla təqdim olunmalıdır, ağlın təyin etdiyi möhkəm dəlillərə təqdim olunmalıdır ki, görəsən bu hədisin məzmunu ağılla uyğun deyə yox. Və tarixi sahih rabi'an dördüncü, tarixə, səhih tarixə təqdim olunmalıdır. Və ittifaqil ümməti xamisa beşinci, ümmətin, bütün məzhəblərin ittifaq etdiyi həqiqətə təqdim olunmalıdır. Sizə əgər digər kitabları nəzər salsanız, görəsiniz ki, adətən bu meyarlar zikr olunmur, qeyd olunmur, lakin Ayətullah Subhani bu meyarları hədis araşdırmasında lazım bilir. Sonra buyurur ki, فَلَوْ وَجَدْنَا الْحَدِيث Diqqət edin. Əgər biz görsək ki, bir hədis müxalifən لِوَاحِدٍ مِنْ تِلْكَ الْحُجَجِ الْقَطْئِيَّةِ Əgər biz görsək ki, bir hədis bu qeyd etdiyimiz 5 dənədən birinə ziddir, birinə müxalifdir, لَحَكَمْنَا عَلَيْهِ بِالْوَضْعِ O zaman bizim hökmümüz nədir bu hədisə? Hədis uydurmadır və hədis ən azı zəifdir. Gördüyünüz kimi, Ayətullah Subhani burada meyarı qeyd elədi və biz hədisi bu meyar əsasında araşdıracağıq ki, həmin 2 dənə hədis ki, fəlsəfə oxumağı qadağan edir. Bu hədis Qur'ana ziddi ya Qur'ana zidd deyil. Əqlə ziddi ya əqlə zidd deyil. Tarixə ziddi ya tarixə zidd deyil. Səhih sünnətə ziddi, yoxsa səhih sünnətə zidd deyil. Əgər bunlardan birinə müxalif olsa, o zaman hədis tərk olunur. Hətta hədisin sənədi səhih olsa belə. Çünki əgər hədis Qur'ana zidd olsa, sənədi ən yüksək həddə olsa belə hədis qəbul deyil. Əgər hədis ağla zidd olsa, sənədi ən yüksək həddə olsa belə hədis qəbul deyil. Tarixə zidd olsa və digərlərinə ki, 5 dənə amili biz burada qeyd elədik. Keçək hədisə. Bayaq da qeyd elədim, fəlsəfəni qadağan edənlərin istinad etdiyi əsasən 2 dənə hədis var. Biz istəyirik bu hədisi məzmun etibarı ilə araşdıraq. Görək bu hədis həqiqətən həmin mənaya dəlalət edir, yoxsa dəlalət etmir. Birinci hədis İmam Sadiq əleyhissalamdandır. İmam Sadiq əleyhissalam müfəzzələ bəzi tövsiyələr verir. Ondan sonra görün nə buyurur. Buyurur ki, fətəbbən və xaybətən və ta'sən limuntahilil fəlsəfə. Vay olsun, ölüm olsun o şəxsə ki, fəlsəfə ilə məşğul olar və ya fəlsəfəni özünə nisbət verər ki, intihal, bu barədə bəhs var, uzun bəhsdir, ona məna istəmirəm girəm ki, intihalın mənası nədir? Bəzilər deyilib ki, intihalın mənası budur ki, özünə aid olmayan bir şey özünə nisbət verər. Yəni, muntahilil fəlsəfə, özünə aid olmayan bir şey özünə nisbət verər. İmam burada onları qınıyır. Ama biz ümumi mənada götürək, fəlsəfə ilə məşğul olanı, eyb yox. Vay olsun, ölüm olsun o şəxsə ki, onlar fəlsəfə ilə məşğul olurlar. Bəzilər iddia edir ki, bəli, bu hədis fəlsəfə olmaq qadağan edir. Niyə? Çünki imam burada fəlsəfə ilə məşğul olanları qınıyır və onları nifrin edir bir növ. Belə olan halda bu özü dəlildir ki, fəlsəfə qadağandır. Lakin, düzdür imam burada fəlsəfəni qınıyır, fəlsəfəni oxuyanları, fəlsəfə oxuyanlara nifrin edir. Amma görəsən imamın burada niyyəti nədir? Fəlsəfədə məqsədi nədir? Yəni, olmaz ki, biz hədisin ortasını götürək, əvvəlini və sonrasına baxmadan, əvvəli və sonrada gələn kəlmələrlə irtibatını ayırt etmədən elə həmin hissəyə əsasən hökm verir. Bu yanlış üslubdur. Bizdə ki, bəziləri vüzur edirlər. Quranın ayəsini ortadan götürürlər və ona əsasən hökm verirlər. Əgər vüzur olsa, yəni siyaqı və sibaqı unutsaq,
kəlmənin əvvəlində və sonrasında gələn cümlələrlə irtibatını unutsaq, o zaman istənilən sözdə oyun çıxartmaq olar. Nə var ki? Ona görə Əli əleyhissalam İbn Abbası xəvaricə göndərəndə nə dedi İbn Abbasa? Dedi, İbn Abbas, onlarla Quran üzərində bəhs eləmə. Sual. Quran hər şeyi açıqlayan mubin, kitab-ı mubin deyil. Bəli. Bəs nəyə görə imam buyurur ki, onlarla Quran üzərində bəhs eləmə, bəlkə səhih sünnət üzərində, onlarla qəbul etdiyi sünnət üzərində bəhs elə. Sual budur ki, Quran üzərində dediyim qaydada istənilən oyunu çıxartmaq olar. Həmin insanlar ortadan ayəni götürürlər, deyirlər ki, bax Allah bunu deyir. Halbuki ayənin əvvəlinə baxanda, sonrasına baxanda görsən ki, xeyr, Allahın muradı bu deyilmiş. Hədis də budur. Hədisə baxırsan, bəli. Fətəbbən və xeybətən və ta'san limuntahilil fəlsəfə. Vay olsun, ölüm olsun fəlsəfə ilə məşğul olanlara. İnsan bu kəlməni eşidəndə, çünki adətən bu hissəsini gətirirlər. Fəlsəfəni qadağan edənlər adətən bu hissəsini gətirirlər. Amma biz hədisin sonrasına baxanda görürük ki, əslən burada məna tamamən fərqli bir şeymiş. Gəlin, indi mən sizə hədisin sonrasını oxuyum, siz özünüz hökm verin. Sonra imam görün nə buyurur? Buyurur ki, keyfə amiyyət qulubuhum, onların qəlbləri necə kör olub? Nədən? Ən hədihil xilqətil acibə, ki bu qeyri-adi, bu yaranışdan, həttə ənkərut tədbir vəl-əmdə fiyhə, ki bununla da xaliqi inkar edirlər, yaradıcını inkar edirlər. Məna məlum oldu ki, imam fəlsəfə deyəndə hansı fəlsəfəni qəsd tutur? İmam fəlsəfə deyəndə Allahı inkar edən fəlsəfəni nəzərdə tutur. Ateistləri nəzərdə tutur, mülhidləri nəzərdə tutur. İmam fəlsəfə deyəndə varlığın yaranışını, xaliqini, yaradıcı qüvvəsini inkar edənləri nəzərdə tutur. Bu hədisi gətirib Allahı, xaliqi, yaradıcını isbat edən fəlsəfəyə tətbiq etmək nə qədər məntiqi əsası var, nə qədər elmi əsası var. Yəni imam burada buyurur ki, vay olsun o fəlsəfəçilərə ki, onlar Allahı inkar edərlər. Bu yaranışdakı səbəbi inkar edərlər, başlanğıcı inkar edərlər. Mən bu götün bu hədisi tətbiq edim ki, vay olsun o fəlsəfəçilərə də onlar Allahı isbat edərlər. Aslında düz metod deyil, düz üslub deyil, aslında məntiqsizlikdir. Mən götürüm Allahı inkar edənlərin fəlsəfəsini, götürüm Allahı isbat edənlərin fəlsəfəsinə aid edim. Bu hansı məntiqə, hansı dəlilə, hansı elmi meyara sıxır və uyğun gəlir. İslam filosofların bütün işləri və gücləri bacardıqları qədər, əllərindən gəldiyi qədər Allahın varlığını möhkəm və qəti dəlillərlə isbat eləməkdir. Mən gətim o fəlsəfəni ki, imam buyurur ki, onlar Allahı inkar edənlər, gətim bu İslam fəlsəfəsinə tətbiq edim. Sən bu, heç bir elmi əsası olmayan bir üslubdur. Ona görə hədisin ardını oxuyanda məlum olur ki, o şəxslər ki, bu hədisin bu hissəsini götürüb və İslam filosoflarını təşkil ediblər, onlar hədis üzərində oyun oynayıblar. Ciddi oyun oynayıblar. Elə bir oyun oynayıblar ki, o böyük şəxsiyyətləri təkfir ediblər, lənətləyiblər və son budur, nəticə budur. Ya bəziləri ciddi, həqiqətən qərəzli ediblər bunu. Düşmənçiliklər var, xoşları gəlməyib, fəlsəfə oxuyanlarla, onlarla xoşları gəlməyib və qərəzli bir şey. Ya bəziləri əslən savadsızlıqdan və ya qəflətdən bunu ediblər. Yəni hədisin bu hissəsini oxuyublar, fikir verməyiblər ardına və belə bir böyük bir iştibaha, böyük bir xətaya giriftar olublar. Hər iki halda da bu üslub səhvdir. Ya bir insan qərəzli ola ki, lap bərbad bir halda, ya da bir insan hədisi əvvəli və sonrasına baxmadan ortasını götürə və nəticədə böyük fətvalar verə ki, onlar lənətlənib, onlar bu cür ki, biz görürük. Ona görə əzizlər, gərək bu kimi məsələlərdə diqqətli olaq, çünki bu məsələnin nəticəsi asan deyil. Təkfirdir, lənətləmədir. Biz necə, yəni bu işdə rahat ola bilərik. Necə ki, bugün həqiqətən insan bəzi mümin demək olarsa, əgər müminləri görür ki, necələr rahat lənətləyirlər, necələr rahat söylürlər. Əzizlər, bu cür olmaz. Allahdan qorxar insan, qiyamətdən ehtiyat eləyər. Qarşımızdakı adi bir insan deyil, mümindir, müsəlmandır, Allahın bəndəsidir, İslamı qəbul edən, Peyğəmbəri qəbul edən, imamları qəbul edən, axirətə iman olan, Qur'ana iman olan, şəriəti qəbul edən və elm əhlidir. Bunu mən götürüb lənətləyim, nəyə əsasən? Hansı məntiqə dəlillə? Hansı məntiqə dəlillə əsasən? Ona görə bu kimi məsələlərdə gərək ehtiyat eləyə və dəqiq olaq. Bu bir hədis. Ki, bu hədis araşdırdığı gördü ki,
Sən hədisin mövzusu nədir? Onların, o təkfirçilərin getdiyi nəticə nədir? Yəni bir fəlsəfə sözünü götürə, insan mahiyyətini dərk eləmədən bütün adları tətbiq edir, bu elmsizlikdir. İkinci hədis İmam Həsən Əskəridəndir. İmam Həsən Əskəri əleyhissalam Əbu Haşim Cəfəriyə gələcəkdə olan hadisələrdən məlumat verir. Buyurur ki, hədis bu cür başlayır ki, Səyəti alən-nəsi zəmən, bir zaman gələcək ki, bu cür hadisələr baş verəcək. Sonra imam buyurur ki, uləməuhum, həmin zamanın alimləri şiraru xalqilləhi alə vəcəl ard, yer üzərinin ən şər insanlarıdır. Yəbnə Rasulullah, niyə onlar yer üzərinin ən şər insanlarıdır? İmam buyurur, لأنهم يميلون إلى الفلسفة والتصوف. Çünki onlar fəlsəfəyə və təsəvvüfə meyl edənlər. Fəlsəfəni qadağan edən alimlərin isnad etdiyi ikinci hədis budur ki, imam buyurur ki, bir zaman gələcək ki, bu mənfi hallara və xüsusiyyətlərə sahib olan insanlar peyda olacaq və o zamanın alimləri yer üzərinin ən şər və pis alimləridir. Niyə? Çünki imam özü də buyurur ki, çünki onlar fəlsəfəyə və təsəvvüfə, sufiliyə meyl edənlər. Eyni mətləb burada da gərək tətbiq olunsun. Yenə həmin kəslər bu kəlmənin, cümlənin ortasını götürüblər, əvvəl və sonrasına baxmadan hökm veriblər. Lakin hədisin sonrasına baxanda imam nə buyurur? Eymullah, and olsun Allaha, ennəhum min əhlil udulu və təharruf, onlar yolunu azmış şəxslərdir. Yubaliğuna fi hubbi muxalifinə, bizim düşmənlərimizi sevərlər və yudilluna şiatana və məvalina, bizim şiələrimizi və dostlarımızı yoldan azdırarlar. Hansı İslam filosofu, hansı şiə İslam filosofu imam düşmənlərini sevir və onların sevgisində və məhəbbətində həddi aşır və öz şiələrini yoldan azdırır. Xüsusən hədis müxaliflərdən danışır və əslən hədisin şiə, imamiyyə filosoflarından əlaqəsi yoxdur. Bunu necə mən götürüb şiənin filosoflarına, məsələn, Əllama Tabatabəyə tətbiq edib, yəni bir insan, ağıllı bir insan, düzgün, ağıllı işləyən bir insan götürə bu hədisi ki, onlar müxalifləri, imamı düşmənlərini sevərlər və onun dostlarını yoldan azırarlar. Bunu götürüb, məsələn, Əllama Tabatabəyə tətbiq edir. Hansı ağıllı və məntiqli insan bunu tətbiq edirlər. Hoca bu hədisin İslam fəlsəfəsi ilə, İslam filosoflarla, şiə filosoflarla heç bir əlaqəsi yoxdur ki, hədisin sonrası bunu bəyan edir. Və eyni ilə hədis, birinci hədis ki oxuduq, birinci hədis, ikinci hədisi də təfsir edir. Necə ki, Quran oxuyanlar təfsir elminə məşğul ola bilirlər ki, təfsir elmində üslublardan biri də Quran ayəsinin, bir ayəsinin başqa bir ayəsi ilə təfsir olunmasıdır. Yəni bir ayə gəlir, onun mənası biraz anlaşılmaz olur. Digər bir ayədə gələn və mənası açıq, aydın olan bir ayə vasitəsilə bu ayə də təfsir olunur. Məsələn, mən bir nümunə verim. Allah Teala Quranda buyurur ki, Allahu yestehzi'u bihim. Allah onlarla istehza eləyər. Biliniz kimi istehza qəbih əməldir, pis əməldir. Hikmət sahibi insandan bu əməl sadir olmaz. Ağıllı insanlar da öz aralarında istehza edəni qınayarlar. Lakin necə ola bilər ki, Allah ki mütləq hikmət sahibidir, ondan istehza sadir olur. Onda buyurur, Allahu yestehzi'u bihim. Allah onlarla istehza edər. İstehza qəbihdir, deməli Allah qəbih iş görür. Və bu da Allahın həkim olmasına, hikmət sahibi olmasına ziddir. Cavab budur ki, bəli, biz əgər hədisin bu hissəsini götürsək, Quran ayəsinin bu hissəsini götürsək və digər ayələrindən gözümüzü yumsaq, nəticə budur, bəli. Və bu bizim qəbul etdiyimiz Allahın hikmət sifəti ilə ziddir. Lakin əgər biz Quranın digər ayələrinə baxsaq ki, o ayələr məna etibarla açıq, aydındır, görək ki, o ayələr bu ayəni təfsir edir. Məsələn, Allah bir başqa ayədə buyurur ki, leysə kəmislihi şey, Allahın bənzəri yoxdur, ona bənzər, onun mislində heç bir varlıq yoxdur. Bu ayə tətbiq edəndə məlum olur ki, Allahın istehzası bizim insanların bildiyimiz, başa düşdüyümüz istehzadan tamam fərqli bir şeydir. Allahın istehzası dedikdə bu, bizim ağlımız tez nəyə getdi? İnsanların istifadə elədiyi o qəbih olan istehzaya. Lakin Allah buyurur ki, leysə kəmislihi şey. Allahın bənzəri yoxdur. Deməli, Allahın ayədə qəsd elədiyi istehza tamam başqa şeydir. Bu,
ayələrin araşdırılmasında düzgün olan metodlardan biridir. Eyni metod hədislərdə də var. Yəni bir hədis gəlir, qaranlıqdır məna etibarı ilə, lakin başqa bir hədis gəlir, o hədisi araşdırır. Biz bu hədisdə oxuyuruq, tutalım. Həmin insanlar yer üzərinin, həmin alimlər yer üzərinin ən şəri alimlərdir. Niyə? Fəlsəfəyə meyl edənlər, sonraki hədis gəlir, açıqlayır. Həmin fəlsəfədə məqsəd nədir? Həmin fəlsəfədə məqsəd budur ki, onlar yaranışın səbəbini, xaliqi inkar edənlər. Deməli, bir hədis digər hədisi açıqlayır. Lakin, burada biri mümkündür etiraz eləsin. Desin ki, xeyr, burada fəlsəfə kəlməsi gəlir. Mümkün biraz da usul oxuyan ola, usulçuluq eləyə. Çünki burada fəlsəfə kəlməsi gəlib və burada itlaq var. Bütün fərdlərinə və bütün nümunələrinə harada fəlsəfə adı eşitsək, hamısına şamildir. Heç bir qeyd yoxdur burada. Ona görə fəlsəfə, hər bir yerdə fəlsəfə gördük. İstər İslam fəlsəfəsi olsun, istər Yunan fəlsəfəsi olsun, istər Şərq, Qərb, heç bir növündən asılı olmaq. Fəlsəfə kəlməsi gəlib, imam fəlsəfəyə nifrin edibsə, demək bu bütün fəlsəfə növlərinə şamildir. Bu cür bir iddia eləyən. Bu iddia eləyənə bizim bir dənə nəqzi cavabımız var. O cavab nədir? Əgər siz ki, iddia edirsiniz ki, hər bir yerdə kəlmə gəlsə, qeydi gəlməsə, o bütün növlərinə aiddir, o zaman bizim sizə oxuyacağımız bu hədisə cavab verin. Peyğəmbər əleyhissalam Biharul Ənvarda nəql olunan, cild 52, səhifə 190, nəql olunan bir hədisdə eyni məzmunda bir hədis nəql edir ki, bir vaxt gələcək. Necə ki, əvvəlki hədisdə imam deyir, bir zaman gələcək. Peyğəmbər də buyurur, səyəti alə ümmətin zaman, bir zaman gələcək. Və Peyğəmbər həmin zamanın xüsusiyyətlərindən danışır. Buyurur ki, səyəti alə ümməti zamanun və ya səyəti zamanun alə ümməti. Bir zaman gələcək ki, mənim ümmətimə la yabqa minəl Qur'an illa rasmuhu. Qur'anın ancaq yazısı qalar, şəkli qalar. Və la minəl İslami illa ismuhu. İslamın ancaq adı qalar. Yəni insanlar nə Qur'ana, nə İslama əməl etməzlər. Yusammuna bihi. İnsanlar özlərini müsəlman adlandırarlar. Və hum əbədun nasi minhu. Lakin insanlar batin etibarilə İslamdan ən uzaq şəxslərdir. Peyğəmbər göründə buyurur. Özlərini müsəlman adlandırarlar. Lakin İslamdan ən uzaq olan şəxslər onlardır. Sonra buyurur, məsaciduhum amira. Məscidlərinə baxarsan, qəşəng təmir olunub, içərisində hər cür şəraiti var, kondisioneri var, xalçası. Vahiyyə xarabun minəl huda. Lakin içərisində hidayətdən heç bir əsər, əlamət yoxdur. Yəni, məscidin əsas vəzifəsi və fəaliyyəti insanları hidayət eləməkdir. Lakin məscidin içərisində hidayətdən əsər, əlamət yoxdur. Sonra Peyğəmbər nə buyurur? Diqqət edin, əsas bizim şahidimiz bu hissədir. Sonra Peyğəmbər nə buyurur? Fuqaha'u zəlikə zəmən, o zamanın fəqihləri şərru fuqaha'a təhtə zillis səmə, yer üzərinin ən şər fəqihləridir. Yer üzərində mövcud olan ən şər fəqihlər həmin fəqihlərdir. Sonra nə buyurur görün Peyğəmbər? Minhum xaracətil fitnə. Fitnələr hamısı onlardan çıxar. Və iləyhim ta'ud, və onlara qaydar. Peyğəmbər nə buyurur burada? Həmin dövrün insanları ki, vəsf edir həmin dövrün insanlarını, buyurur ki, həmin dövrün fəqihləri yer üzərinin ən şər fəqihləri, yəni ən şər insanlarıdır. Sual. Burada ki, fəqih gəlməsi keçdi və həmin cənabda iddia elədi ki, məsələn, burada gərək itlaq olsun, fəlsəfədən necə iddia edirdi. İndi mən bu fəqihləri götürüb günümüz fəqihlərinə aid eləsəm, nəticə nə olar? Nəticə bu olar ki, bizim fəqihlər, əl-əyyəzu billah, yer üzərinin ən şər fəqihləri və ən şər insanlardır. Qəbul edirsiniz bunu? Hansısa insan, ağıllı insan, ağlına hörmət edən insan bunu qəbul edir. Gözəsiz, yox, yox. Burada fəqihdən məqsəd o fiqdir ki, məsələn, əhl-i beytdən alınmayıbdır, o fiqdir ki, belədir, o fiqdir ki, belədir, o fiqdir ki, bu şərtləri riayət olmayıb. Çox gözəl. Nə əcəb fiqhə gələndə, fəqihə gələndə bu cür təfsilata, bu cür incəliklərə gedirsiniz. Amma fəlsəfəyə gələndə tez kəlmənin zahirinə yapışırsınız. Əgər elm və məntiq bunu tələb edirsə ki,
araşdırmada gərək incəliklərə, təfsilata gedək ki, düzgün nəticəni əldə edək, gərək bunu hər ikisinə tətbiq eləyək. Tək fəqihə yox, fəlsəfəyə də tətbiq eləyək. Amma yox, əgər bizim elmdən və məntiqdən, elmi yöntəmdən və elmi üslubdan xəbərimiz yoxdursa, onda həm filosoflar da təkfir eləyək, həm fəqihlər də təkfir eləyək. Sonra da fərq nədir? İmam buyurur ki, o dövrün insanların ən şər alimləri, o dövrün ən şər alimləri filosoflardır. Peyğəmbər də buyurur ki, ən şər alimləri fəqihlərdir. Arada fərq nədir? Biri filosofları zikr edir, qeyd edir, biri fəqihləri qeyd edir. Amma lakin o təkfirçi cənablar tez burada deyirlər, xeyr, burada fiqhdən məqsəd tamam başqa bir şeydir. Qarışdırmayın, günümüzün fiqhlə bunun əlaqəsi yoxdur, günümüzün fəqihlərlə əlaqəsi yoxdur. Bizim onlara cavabımız bəli, düz deyirsiniz. Amma gərək bunu fəlsəfədə tətbiq eləsiniz. O fəlsəfə ki, imam buyurur, onun günümüzün fəlsəfəsi ilə əlaqəsi yoxdur. Çünki imam buyurduğu, məzəmmət elədiyi fəlsəfə Allahı inkar edən fəlsəfədir. Lakin günümüzün fəlsəfəsi günümüzün filosofları Allahı isbat edən fəlsəfələrdir. Filosoflardır. Onu gətirib buna tətbiq eləmək elmdən və məntiqsizlikdən xəbər verir. Bundan əlavə, imamların hədislərində nə qədər ictihad, məzəmmət olunub. İctihad edəni şeytan əməlinə bənzədiblər. İndi mən gətirib o ictihadı günümüzün ictihadından tətbiq eləsəm nəticə nə olar? Həmin dövrdə ictihad deyəndə qiyas nəzərdə tutulurdu. Amma günümüzdə ictihad deyəndə tamam başqa bir məna nəzərdə tutulur. Mən gətirib o məşhur hədislər ki, ictihad barəsində nə qədər məzəmmət eləyir, onu tarixi yöndən araşdırmadan, tarixi axarını araşdırmadan, olduğu kimi gətirib götürüb günümüzə tətbiq eləyim, nəticə nə olar? Yəni ictihad şeytan əməli. Bugün kim ictihad eləyir? Hamısı şeytan əməlidir. Məsələn, məntiqsizlikdir bu, elmdən xəbəri olmamaqdır bu. Əgər biz bunu iddia eləsək, deyək ki, məsələn, imam buyurub ki, ictihad şeytan əməlidir, ictihada əməl etmək bu cürdür. Və bu gün də ictihad edənlər demək şeytan əməl edirlər. Qarşı tərəf nə deyər? Deyər, sizin tarixdən xəbəriniz yoxdur. Sizin tarixin axışından, tarixi proseslərdən xəbəriniz yoxdur. Əsas o ictihadla bu ictihadın arasında nə qədər fərq var? Həmin bu cavab verənlərə biz də onu deyirik. Sizin tarixdən xəbəriniz yoxdur. O tarixlə bu tarix arasında nə qədər fərq var? O tarixdə olan fəlsəfə ilə günümüz fəlsəfə arasında nə qədər fərq var? Ona görə bu kimi şeylərdə gərək dəqiq olaq. Və bu irad ki, səsləndi, ona cavab verdik, başqa bir iradlara da cavabdır. Onlar ki, həm iddia edirlər ki, imamların səhabələri, ki, bəzi bir neçə səhabə qeyd edirlər ki, filosoflar rəddiyə veriblər, bəli, çox gözəl. Allah filosoflar rəddiyə verirlər, lakin hansı filosoflara, hansı fəlsəfəyə Allah inkar edirlər? Hansı əlimizdə dəlil var ki, onlar Allah ispat edən fəlsəfələrə, filosoflara cavab veriblər. Mümkün də onlar rəddiyə veriblər. Ən azı budur ki, onların həmin filosoflarla rəyləri ilə razılaşmırlar. Həmin filosofların rəylərindən razılaşmırlar. Bu təbiidir. Bu həm fiqhdə də var, usulda da var, bütün elmlərdə var. Yəni fiqhdə bütün alimlər eyni rəy qəbul edirlər. Xeyr. Görürsən, bir alim o bir alimə rəddiyə yazır. Xümsdə 20 dənə rəy var, xümsün təsərrüfündə. Ki, xümsü necə xərcləməliyik? Bəzilər deyir ki, xümsü gərək neyək? Dəniz atıq. Bəzilər deyir ki, gərək xümsü bastıraq, imam gələndə özü götürər. Bu rəylər qəbul olunasıdır, xeyr. Bu rəylərin məntiqi izahı var, xeyr. Demək, fiqh batildir, fiqh küfürdür, xeyr. Nə alaqası var? Bəzilər rəy var, batildir, o birsən rəy düzgündür. Fəlsəfədə o cürdür. Bəzən rəy var, batildir. Bəzən rəy var, küfürdür. O demək deyil ki, bütün fəlsəfə küfürdür. Məsələn, məntiqsizlikdir bu. Usul, hamısı düzdür. Xeyr, əgər hamısı düz olsa da, niyə kitab yazırdı, biri o birinə rəddiyə yazırdı? Çünki bəziləri biri gəlir, usulda kitab yazır, o birisini deyir ki, əslində sənin usuldan xəbərin yoxdur. Mənası budur ki, usul batildir. Bugün bəziləri çıxıb deyir ki, məsələn, əlfaz bəhsi, məsələn, usuldan deyir. Usulun təşbih hissəsi deyil. Yəni, bu qədər tarix boyu alimlər gəlib əlfaz bəhsini usuldan hesab ediblər. Bugün bu çıxır deyir ki, əlfaz bəhsi usuldan deyil. Xob, hansı kafirdir? Hansı yoluna azıb? Heç biri. Elmi rəydir. O bunun elmi rəydir, bu bunun elmi rəydir. Rəylər fərqlidir, bu təbii haldır. Düşünən insan üçün hər zaman fərqli rəy demək, fərqli nəticəyə gəlmək təbii haldır. Götür bunu mən fərqliliyi, fikir fərqliliyini götürüm. Bu elmin əsasdan, kökdən yanlış olmasına dəlil kimi gətireyim, bunun elmi əsası yoxdur. Bundan əlavə fəlsəfə qədimdə, yəni imamların yaşadığı dövrdə geniş mənada tətbiq olunurdu. Yəni fəlsəfə deyəndə həm məntiq, həm riyaziyyat, həm təbiət,
siyasət, musiqi, bunlar hamısı fəlsəfəyə daxildir. Gərək ona görə hədislərdəki fəlsəfə qadağan olunur, o ümumi mənasında, geniş mənasında götürün. O geniş mənasında götürsəm nəticə nədir? Geniş mənasında götürsəm nəticə budur ki, fəlsəfə haramdır. Yəni riyaziyyat haramdır, məntiq haramdır. Yəni riyaziyyat insanı Allahdan uzaqlaşdırır, məntiq insan bunu qəbul edir ki, riyaziyyat insanı Allahdan uzaqlaşdırır. Riyaziyyat oxumaq küfürdür. Riyaziyyat oxuyanlar görə təkfir olunsun. Məntiq əsası var bunun. Ya məntiq oxumaq olmaz. Hansı fəqih bunu qəbul edir ki, məntiq oxumaq olmaz. Siz bugün Nəcəf hövzəsinə, Qum hövzəsinə baxın. Görün, məntiq oxumayanı tələbə sayırlar ya yox. Məsələn, məntiq oxumayanı tələbə pul verirlər, məntiqdən imtihan verməyənə və qəbul olmayana tələbə pul verirlər ya yox. O zaman nəyə görə hövzə, Nəcəf hövzəsi, Qum hövzəsi bizdən küfrü tələb edir? Məsələn, biri bunu iddialısı deyirlər ki, sən tarixdən xəbərin yoxdur, elmlərdən xəbərin yoxdur. Ona görə fəlsəfə o vaxtları imamların dövründə geniş mənada götürülür. Riyaziyyat da ona daxildir, məntiq də ona daxildir, təbiət də ona daxildir, musiqi, siyasət hamısı ona daxil idi. Əgər mən desəm ki, fəlsəfə imam qadağan edib, gərək hamısına şamil edəyəm, riyaziyyata şamil edəyəm, məntiqə şamil edəyəm və nəticə nə olar? Gözləyirsən, bu cür gülməli hal çıxar. Ona görə əzizlər, bu kimi məsələlərdə yenə deyirəm, təkid edirəm və xahiş edirəm, bu kimi məsələlərdə gərək diqqətli olaq, dəqiq olaq, hər kəsin, hər söz deyənin sözünə qulaq asmayaq. Mümkün bəziləri çıxacaq, xeyr, bu belədir, necə ki, əvvəldən ediblər. Diqqət eləməyək o sözlərə. Tələb, dəlil tələb eləyək. Dəlilin nədir? Dəlil nədir? Əgər əlində dəlilin var, hədisin zahirinə görə yox, hədisin kəlməni götür, fəlsəfə, haramdır, yox. Tarixinə bax, mənasına bax, o dövrdə necə işlənib, hamısına bax, sonra nəticəni ver. Necə ki, biz burada ictihadı qeyd elədik. Necə ki, biz burada Peyğəmbərin hədisindən fəqihi qeyd elədik. Əgər zahirinə baxmaqdırsa, budur. Hədis deyir ki, o dövrün fəqihləri ki, Peyğəmbər deyir, gələcəkdə olacaq, həmin dövrün fəqihləri ən şərəf fəqihlərdir. Aslında belə bir nəticəyə gəlmək vahiməli bir haldır. Gərək biz hamıyı təkfir eləyək, yer üzərində insan qalmasın gərək. Alim qalmasın, şiə qalmasın, müsəlman qalmasın, hamısını təkfir eləyək. Fəqihlə tutmuş fəlsəfəsi, filosofuna. Ona görə bu kimi məsələlərdə dəqiq olmaq lazımdır, xüsusən. O məsələ ki, onun sonunda lənət var. O məsələ ki, onun sonunda təkfir var. Gərək bu məsələlərdə dəqiq olaq. Siz əgər İslam fəlsəfəsinə nəzər etsəz, fəlsəfə kitabları oxusaz, görərsiniz ki, fəlsəfənin əsas hədəfi, əsas qayəsi Allahın varlığını möhkəm dəlillərlə isbat etməkdir. Bəziləri nəticə ilə razılaşmaya bilər. Məsələn, Qəzzali çıxdı, bir dənə Təhafutul Fəlasifə adlı bir kitab yazdı. Dedi ki, fəlsəfənin burada, filosofların burada nəticələri, rəyləri var ki, küfürdür. Məsələn, filosoflar deyirlər ki, aləm qədimdir. Aləm qədim demək, yəni Allaha şərik qoşmaqdır. Bu insan kəlami ağıldan nə edir? O filosofların rəyinə hökm verir. Əlbəttə, filosofların rəyini başa düşmək üçün gərək insan o elmdən xəbəri olsun. Necə ki, məsələn, bir insan ömür boyu fiqh oxuyur, fizikadan xəbəri yoxdur. Görsün, bu gün vəhabilər necə deyir? Deyir ki, məsələn, yer üzəri sabitdir, hərəkət eləmir. Adam ömür boyu fizika oxumur, kimya oxumur, təbiət elmlərindən xəbəri yoxdur. Onu deyənlər də təkfir edir. Məntiqli bir əməldir bu. Xeyr. İndi mən əgər fəqihəm, çox gözəl, usul oxumuşam, çox gözəl, nəhv oxumuşam, çox gözəl. Amma kifayət eləmir ki, mən gedim fəlsəfənin rəyinə də hökm verim. Filosofların rəyinə hökm vermək üçün, rədd eləmək üçün gərək onların kitablarını oxuyum. Alimlərdən biri deyir, mən bir gün bir məclisdə idim. Həmin məclisdə bəzi alimlər cəm olmuşdu. Biri mənə dedi ki, gəl səndən fəlsəfədən bəhs eləyək. Ki, bu fəlsəfəni inkar edirdi. Həmin alim deyir ki, mən ona dedim ki, gözəl, mən sənə bəhs eləməyə razıyam. Lakin bir şərtlə. Oxuduğun fəlsəfə kitablarından 5 dənəsinin adını mənə say. Görüm ki, sən həqiqətən fəlsəfədən xəbərin var. Bundan sonra səndən bəhs edeyim. Bir gördüm, heç bir dənə kitabın da adını saya bilmədi. Təbii ki, bu cür insanlardır ki, tez nə eşitdi, rədd edirlər. Onlar ki, deyirlər, aləm qədimdir, onun bir dəlili var, sübutu var. Onlar əvvələn qədimi iki hissəyə bölürlər. Zati və zamani. Qədim zatını qəbul etmirlər. Qədim zatı yalnız Allahdır. Zatı qədim yalnız Allahdır. Onların iddia etdikləri budur ki, qədim, yəni aləm qədim olması, yəni zaman etibarıyla. Və bu da mənası budur ki, aləm deyəndə bizim kainat yox, bütün yaranmış. Yəni Allahdan başqa bütün varlıqlar. Zaman məfhumu, o elə aləmin yaranması ilə başlanıb. Məsələn, aləmin yaranmasından qabaq zaman yox idi ki.
aləmin yaranmasından qabaq zamanı təsəvvür etmək üçün gərək varlıq təsəvvür edək, məxluq təsəvvür edək. Hər vaxt məxluq təsəvvür edək, yenə ondan qabaq gərək zamanı təsəvvür edək. Bundan əlavə zaman özü aləmdən, niyə aləmdən deyil? Bu kimi suallar var, gərək bunlarda dəqiq olar, yoxsa bunlara cavab verməmişdir ki, yox, bunlar kafirlər və bu kimi yersiz ifadələri dilimizə gətirmək. Ona görə nəticə budur ki, imamların buyurduğu və o alimlərin təkfir, əlbəttə bunların sayı azdır, ha? Şiə alimlər arasında bunların sayı çox azdır. Nəinki çoxdur, azdır. Lakin gərək bunlara cavab verilsin ki, digərləri yoldan azdırmasınlar. Ola ki, deyirlər, imamların buyurduqları bu hədislər fəlsəfəni qadağan edir. Biz bir neçə yöndən araşdırdıq ki, bunlar həmin məzmundan dəlalət eləmir, tarixi yöndən dəlalət eləmir. Əslən, ağıl bunu qəbul etmir. Və gördüyünüz kimi də məzmun etibarı ilə də qəbul etmir. Çünki fəlsəfə hara, İmam buyurduğu fəlsəfə hara və İslam fəlsəfəsi hara, bunlar arasında fərq var. Ona görə hədisi gətirib bu İslam fəlsəfəsini tətbiq eləmək yanlışlıqdır və heç bir elmi və məntiqi əsası olmayan bir şeydir. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.